Taxtac Oyunları serialında bir məqam var. Orada Lilliput olan bir qəhrəman digər qəhrəmana, yəni serialın əsas baş qəhrəmanlarından olan Jon Snow'a deyir ki, heç vaxt kim olduğunu unutma. Yəni bastard olduğunu unutma. Bastard qeyri-qanuni oğul, yəni qanuni arvaddan yox, qeyri-qanuni yolla doğulmuş uşağa deyirlər. Və Lilliput Jon Snow'a deyir ki, kim olduğunu unutma, çünki sənin yadına bunu başqaları salacaqdır. Вы Тирион Ланнистер? Брат королевы? Мое главное достижение. А ты бастард Неда Старка, да? Я оскорбил тебя, прости. Но ведь ты бастард. Вот тебе совет, бастард. Не забывай, кто ты. Ведь другие не забудут. Mən də heç vaxt kim olduğumu unutmadım. Mən sadə bir kənd qızıyam və həyatım boyu da gözəlliyin də, bilginin də sadəlikdə olduğunu gördüm. Hətta zövqün də, çünki zövq də intellektdən asılıdır. Pulum olsa da, olmasa da, hansı nəqliyyat vasitəsi olsun, avtobus olsun, raf olsun, köhnə maşın olsun, köhnə taksi olsun, heç birinə minməkdən, yəni istifadə eləməkdən, sadə insanlarla söhbətdən də heç vaxtı qaçmadım. Şəhərdə, məktəbdə işləyəndə bəzi müəllimlər nəsə doğru söz deyəndə, tənqid edəndə mənə kənd qızı olduğuma, kənddən gəlməyimi irəli qoyurdular. Mən də deyirdim ki, məsələ kənddən olmaqdan deyil. Mən kənd qızıyam. Kənd gözəllikdir, təbiilikdir, daha çox azadlıqdır. Amma bədbəxtlik ondadır ki, şəhərdə yaşayasan və şəhər mədəniyyətindən bir qram anlayışın olmasın və şəhər mədəniyyətini özündə əks etdirməyəsən. Yəni, kənd qızı Yasəmən şəhər qızı olanlardan daha dəyərli və sayılan idi. Çünki mən özüm də insanlara, yəni insanı onun dəyər və prinsiplərinə görə qiymətləndirəm. Mənim üçün doğma olan insan bioloji doğmalıq deyil. Mənim üçün doğma olan insan mənimlə hansı dəyərləri, prinsipləri paylaşa bilər, bölüşə bilər. Əsas məsələ budur. Və həmin filmdə də bastard olan o oğlan, hansı ki həmişə qeyri-qanuni oğul olduğuna görə arxa planda tutulurdu. O kral səviyyəsinə qədər gəlib çatır və hamının güvəndiyi bir insan olur və heç vaxt ona bastard deyəndə incimədi. Mənə də kənd qızı, kəndçi deyəndə də inciməmişəm. Lilliput da ki, həm Lilliput, həm bastard varlı ailələrə məxsus idi. Lilliput daha güclü ailəyə məxsus idi. Amma Lilliput olduğuna görə o da dışlanırdı. Amma elə oldu ki, bu Lilliput bütün güclü hökümdarlara lazım gəlirdi. Bütün güclü sanılan, görülən insanlara Lilliput və onun məsləhətləri lazım olurdu. Və nə qədər ölümlərdən də qurtardı həmin Lilliput öz ağlı sayəsində. Demək ki, əsas olan insanın başında nə daşıdığıdır, qəlbində nə daşıdığıdır. Və belə bir deyimlə də sözümü qurtarıram. Ağıllı oğul neylər atamalını, ağılsız oğul neylər atamalını.